Bəli, Rusiya prezidentinin Çinə səfəri Moskva tərəfindən təkcə diplomatik görüş kimi deyil, həm də strateji nəticələr doğuran mühüm siyasi hadisə kimi təqdim edir və Kreml bu səfərin nəticələrini Rusiya-Çin münasibətlərində yeni mərhələ kimi qiymətləndirir. Səfərin əsas nəticələrindən biri sözsüz ki, enerji sahəsində əldə olunan yeni razılaşmalardır və Kremlin nümayəndəsi Yuri Uşakov artıq bildirib ki, tərəflər bir sıra iri enerji layihələri üzərində anlaşmaya gəliblər. Vladimir Putinin səfəri zamanı qəbul edilən ən diqqət çəkən sənədlərdən biri isə çox qütblü dünya və yeni tip beynəlxalq münasibətlər haqqında birgə deklarasiya oldu və Moskva bu sənədi beynəlxalq münasibətlər sistemində qərb dominantlığına alternativ modelin formalaşdırılması istiqamətində mühüm addım kimi təqdim edir. Yeri gəlmişkən, Çin liderinin Rusiya və Çin bir-biri üçün strateji dayaq olaraq qalmalıdır bəyanatı da Moskvada xüsusi siyasi əhəmiyyət daşıyır və elə Rusiya mediası, o cümlədən də ekspert dairələri bu açıqlamanı Pekinin Moskvaya açıq siyasi dəstəyi kimi şərh edir. Səfər zamanı hərbi əməkdaşlıq məsələləri də ön plana çıxıbdır. Birgə bəyanatda hərbi koordinasiya mexanizmlərinin genişləndirilməsi də qeyd olunur. Ukrayna məsələsinə dair mesajlar da diqqət çəkir. Moskva və Pekin birgə bəyanatda Ukrayna böhranının ilkin səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Ümumiyyətlə isə siyasi analitiklər hesab edirlər ki, Çinlə strateji yaxınlaşma həm iqtisadi sanksiyaların təsirini azaltmağa, həm də elə yeni qlobal güc balansında Rusiyanın rolunu qorumağa imkan verəcəkdir və ekspertlərin fikrincə Putinin Pekin səfəri sadəcə iki tərəfli münasibətlər deyil, bu həm də gələcək dünya düzəninə dair siyasi mesaj edir və Moskva açıq şəkildə göstərməyə çalışır ki, Rusiya-Çin tandemi qarşıdakı illərdə qlobal siyasətin əsas mərkəzlərindən birinə çevrilə bilər.